Assalomu alaykum barchangizga. Faysal Texnikalar kanalının YouTube podpischiklari. Xo'p, hozir videoni cho'zib o'tiribmiz. Sizlarga ham effektni, ham arzon, ham ishingizni 200% 2x даже undirib beradigan lesalarni ko'rsatamiz. Avvalgi havoza qurib 4 odam bo'lib, abetadan vaqt ketirib o'tirmaysiz. Bir dana hozir ko'rsatsak lesamizdan olib qo'ysangiz, ozgina tok bilan yaxshi ulanishni bitirib berasiz. Buni hozir bu yerda 4 xil varianti bor. Birinchisidan boshlaymiz. Birinchimiz hammasi 220 voltda ishlaydi. Birinchimiz 6 metre chiqadi, 220 tokda ishlaydi. 125 kg yük ko'tarishi bo'ladi, 125 kg bo'ladi. Bir satda 90 ishlatganingizda 0.75 kW tok rasxod etadi. 1 kW emas, satına 0.75 kW. Dinamo bilan jihozlangan bo'lib, bu yerda silindirdan orani sepda bo'ladi. Ya'ni pastdan bir dona silindir qo'yilgan, ulg'usundan silindir sep bilan orani ko'tarib boraveradi. Xo'p, balonlar bilan 4 tarafında oyoqlar bilan jihozlangan, berlarında urvinlari bor. Siz apparib ustanovka etganingizda tekiz yere qo'yishingiz uchun, olib yurish uchun o'ng'ayli, ruchkalari bor, ya'ni ko'chirish uchun dim o'ng'ayli. Tepasindagi odam durish uchun mo'ljallangan joyini o'lchamlari 60 ga 60. Bir odam spokojniy durib ishlaydi. 125 kg yuk ko'taradi. Bir odamga yetadi. Endi ikkinchi varianti, shuni ulroq varianti. Bom 220 tokda ishlaydi. Ruchkalari, oyoqlari как положенный и bu 12 metrliki bo'ladi. Birinchisi 6 metrda, bu 12 metr. Buni uji noshkalari дополнительный uzaygan. Birinchiga qaraganda, birinchiga 70 cm bo'lsa, bunda uji 120. То есть 120 dan 4 tanasi. Urvinlari как положенный. Bunda esa 12 metr bo'lgani uchun 2 dana silindir и bom qolganlari sepda yetadi. Depeye qaragan bo'lsak, depede ucu bir adam durttu. Hozir buni size tushirib ko'rsatamiz. 12 metr polni diklab qo'yibmiz. Sanjarbek kan tushir qani? Sanjar! Tushir! Hozir yana tushib ko'rsatadi. 12 metr polni dikladik. Hammasini o'zini ключаторлары bo'ladi. Ya'ni chiqqaningizdan keyin o'zingda turib regulirovka etsangiz bo'ladi, dapaga pasa. Hozir buni o'zlarimiz uchun eksperimenta ko'tarib ko'rdik. 12 metr realni ko'tardi. Buni xarakteristikasiga keladigan bo'lsak, bu 12 metr ko'tariladi, 220 tokda ishlaydi. 220 tokda ishlaydi, 200 kg ko'taradi. Ya'ni 2 odam bemalol chiqsa bo'ladi. Ishlash uchun ham 2 odamning o'ng'ayli. Razmerlari 1,5 ga 60 bo'ladi. Ya'ni bu yondan 1,5 bo'lsa, bunga 60. Dafada turadigan joylari. Ko'rishingiz mumkin, dafadan keldilar. 200 kilogram как положенный. Bu narsalarimizni zo'r yeri hech qanday ruchnoy izlay emas. Bular Xitoydan tayyor zavodskoy narsa. Ertangi bir gün sizni ruchnoy bo'lgani uchun podvoyt etib, ishlamin qilib, uning muammolar bo'lmaydi. Garantiyalari bilan beramiz bu narsalarimizni. Bu ikkinchi variantimiz edi. 12 metr 200 kg yuk. Bu anda endi bakvatroq variantlarimiz, bakvatroq. Bular 2 silindirdan, ulug'dan 2 silindirdan qo'yilgan. Baland 8 metre chiqadi. Qiziq yeri 3 fazda ishlaydigan lesaga o'xshab ko'rishingiz mumkin, lekin bular ham 220 voltda ishlaydi. Bu yerda miyalari, bu yerda yana dinamolari qo'yilgan, gidro baklari silindirlar uchun, balonlari как положенный и buni ham дополнительный oyoqlari. Yana buni zo'r yeri skladnoy, doğru ish o'rniga o'zi girib turadi. Yenglash ham ongsat bo'ladi. Shunday noshkalarni ko'tarasizdan yenglab qo'yaverasiz. Bu yerda endi dapaga chiqish uchun stupenkalari, balonlari ullig'ina, to есть qiyin bo'lmaydi buni boshqarish. И ruchkalarni ham ko'rishingiz mumkin, eldindagi balonlari biriladi.
balonlardan qarasanız yine. Alıb yürüş angsat qına boladı bunu. Bunu hem pəstə, hem dəpədə kulçatırları boladı. Götərib düşürüş üçün bir yerdən yine 220 toku. Hop. Bu 8 metrlik boladı. Yük götərişi isə 500 kilo boladı. Kəlləm aylanıb getədi ona qayman desəniz. Hop, 4-cü variantımıza gəlsək, 4-cü variantımız isə indi 10 metrlik. Bu 8 metrlikdən həm yenə olaraq noşkelərə mullu. Bunun noşkeləri yan başa inlanadı on boladı. Bununki özünə girədi onadı bununla. Bununki isə yan başa inlanadı. Bu 4 dana silindir bilən cihazlanğan boladı. 8 metrlikdə 2 dana idi. Bu 4 dana boladı. 2'den koyulğan. Bunu yük götərişinə gəlsək 220 voltda işləydi. Bunu yük götərişinə gələn olsaq, bununki 500 kilo boladı. 220 voltda işləydi. Özünə elektriki ilə ağırlığı 1 tonna 360 kilogram boladı. 220 voltda işləydi. Şeyin dəpəsində adam dürüş üçün razmerlərinə gələn olsaq, plaşatkəsinə 210'a 123 boladı. To есть 2-3 adam spokojni durub işləsə boladı. Hazır bunu sizlərə çürük göstərəmiz. Bundan əldən buranın balonlarını, rullarını görsəniz boladı. Bazı baş dikdən tutduğu yerdən noşkələrinə qoyğanda özünə spesialni uruyunları var. Şimdi qarasanız biz hazır indi video üçün qoyub verdik. Lakin bunu işlətkəndə как положенный uruyuna qoysanız özünüz üçün bezopasni boladı. Yıkılıb getməydi bu da xalasa. Bir anda gidrabakları silindirlər üçün. Bunu gidrabakları 8 metrelik qalğana uğulun üçünsə bunda 4 dana silindir boladı. İyi dinamlar ama uğulu boladı gidrabak üçün. Aytıb ötkənimiz deyim bu 220 tokda işləydi. Az qına tok bilən sizin işinizni yaxşı olan yenilə daşıdı. Hazır bunu sizə düşürüb göstərəmiz. Diyarbek bir düşürüb göstərəli. İşləşəm addi. Toka dıktık 220 tok. Yine bir zor yeri sorunda aytıb ötəmiz. Bunu özünə spesialni bir min durtturun. Ben tərəfdən gəl. Spesialni datçikləri var. Yani bu 10 metre özü çıkkanda avtomatik toxtuydu. Bezopasni yerlərən var şunun. Özü həmməsi şunun. Datçikləri koyulğan avtomatik işi var. Şunun bu dikləngəndə toxtuydu. Başqa diklənməydi eləsə. Bu oldu. 10 metre boğanı şu. Yani xalasazdan diklə bilmişsin. İndi əsas çürük göstərəmiz. Bu texnikalarımız Xitaydan gələdi. Zavodskoy nərsə həmməsinə bir yıl garantiya verəmiz. İblan yetkəzib verir. Özbekistan boyda mutlaka bepul buladı. Siz qaysı vilayətdən boluşunuzdan qəti nəzər əlaqə rəqəmləri bilan bağlansanız sizə yetkəzib verəmiz mutlaka bepul. İyi garantiyaları bilan uyinizə aparıb işləşlərindən göstərib verəmiz. İki dana pultu var. İyi dəpədən durub işləsəniz boladı. İyi pəstdən. Pəstdən yine spesialini koyuş üçün joyları boladı. Asılıb, yani ayaq deyəndə çox açıb yatmıydı. Dəpəsini yine görüşünüz mümkün. Abyomu ullu, yaxşı qına. Abyomu ullu. Alı bir üç saat. Bir dana alıb koysanız, əgər siz usta bolsanız, şunu işlə bilən şoğullansanız, mənimcə 2 adamın içine ətədir. Havaza kurğandan bir dana şunun 8 metrlikini, ili 10 metrlikini alıb koysanız, sizin işinizə səmərəli fayda verəli. Aytıb ötkənimiz deyin, mahsulotlarımızın həmməsinə garantiya verəmiz. İndi əsasları hazır roxli ilə göstərib etəmiz. Şu orunda roxlilərimizi yeyən, bunlar zavodskoy nərsə, bu 2 tonnalık boladı. Paket. Xitaydan yetkəyən. Bir an tərəfdə şunu 3 tonnalık. Bu ucundan olarak
İşlənişlər ham ajoyib, garantiyali narsa. Ruchnoy karalarımız gələn. Ruchnoy karalarımız bu 1 tonnalık boladı. Bir yerdə isə 2 tonnalık boladı. Ruchnoy karalarımız ham gələn. Yəni şu oranda generatorlarım aytib ötəmiz. Generatorlarımız ham taza partiyası girib gəldi. Xo'p, 30, 50, 100, 150 hər xilindən var. Hər xilindən var. Əlaqə rəqəmlərine bağlanıb özünüzə gərəkini, narx-navasını bilib alsanız boladı. Bularını generatorlarımızın ustanovka etiş, dastavka etiş Özbekistan boylab mutlaka bepul и бесплатный servisli xizmətlərim var. Bızılmaydı, garantiya verəmiz özünə. Əgər də ertəng bir gün generatorunda bızılmaydı da bizə bunu içinə girib çıxqanımız yox. Vəcbandan keyin bir bızıladı. Bızılğan takdirdən mutlaka bepul barıb dastavkasını etkändən keyin zötfən bərk gələdi. Master ballarımız var. Bulan zor yeri hazır koysanız qışda en zor yeri. Əgər kumnu ortasına koysanız, məsələn zavodunuz şonda bolsa, qışda soğukda qaladığım bolsam, özünü özü saralkasını, maslasını kızdırıb, svet işləmin durğan vaxtdan özünü özü saralkası bilən maslasını kızdırıb donlatmayın duradı. Yəni şunun mexanizmləşdirilən, bu avtomatik boladı. Brüllab koysanız stoknu, svet öçkənliyin 50 sekundun içində svetini sizə yakıb svet verədi, təyar svet. Ucu svet gəlgəndən özü öçüb, yenə özü dura verədi. Şunun avto rejimləri var. Görgəninizdən ən səmərəli, ən faydalı boladı onlar sənə mənimcə sizə göstərdikdə bu liman. Bu videonu uzaq çözüb oturmadıq. Əgər görgən bolsanız, sizə yaqqan bolsa, bir dana like basıb kommentariyada özünüzün fikrinizni indiki videolardan nə olan alıb çıxışımız haqqında yazıb ötsəniz bizə üçün həm yaxşı olardı. Nə şundəsə sizə faydalı olsa, videolarımız mənfəətli olsa bizə şundan xursandmız. Texnikalarımız köp, əlbəttə yazıb ötün gərəkini. Bir də elektroreysanı 10 metrlik, 8 metrlik, 12 metrlik, 6 metrliklərini az sizlərə göstərib ötdük. Bu leysalarımızı başqa çaraq, yenə xəmyon baprak variantlarım var. Əlbəttə, onlarım sizə qızıq boladan bolsa, əlaqə rəqəmlərini qaldıramız. Bağlanıb, narx-navasını özünüzə gərəkini buyurtma bərsəniz, Özbekistan boylab yetkəzib verəmiz. Dastavkalarımız mutlaka bepul. Getirgən vaxtınıza razı olun, katta rəhmət.